Değerli dostlar, mənə gələn kütləvi zənglərə cavab olaraq bu videonu çəkmək istədim. Belə ki, aylar öncə tanımadığım Mustafaev Nicat tərəfindən Tovuz rayon məhkəməsinə xüsusi tamlı məhkəmə qaydasında şikayət olunmuşam və 2 dəfə Tovuz rayon məhkəməsinə mən qalib gəldim və sonra məni Gəncə apellyasiya məhkəməsinə şikayət etdi. Bugün də Gəncə apellyasiya məhkəməsində Mustafaev Nicata qalib gəldim və bu münasibətlə əziz dostlar, məni təbrik edə bilərsiniz. Təbriklərinizi gözləyirəm. Fürsətdən istifadə edib aidiyyatı qurumlara dərin təşəkkürümü bildirirəm. Belə ki, Gəncə apellyasiya məhkəməsinin ədalətli hakimlərinə dərin təşəkkür edirəm. Tovuz rayon məhkəməsinin ədalətli hakimlərinə təşəkkür edirəm və dəyərli vəkilim Eloğlum Rəşad Abdullayev, sizə xüsusi təşəkkürlər. Çünki bu işdə sizin müstəsna zəhmətiniz oldu. Belə ki, əziz dostlar, o mənə hüquqi yardım göstərərək Rəşad bəy, dəyərli vəkilim, yəni o belə lord dildə deyəcəm, məhkəmə zamanı order üçün müəyyən vəsait ödəməliyəm. Bilir ki, mən qürbətdəyəm. Ona görə o onu da məndən götürmədi. Təmənnasız hüquqi yardım etdi. Buradan təşəkkür edirəm Rəşad bəy. Sizin kimi vəkillərimiz var olsun, dünya durduqca yaşayasınız, var olasınız. Sevincimin həddi hüdudu yoxdur. Dostlar, təbriklərinizi gözləyirəm. Bolluca göndərin təbriklərinizi.